Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son vacib məlumatları çatdıracağam. Pensiya artım faizində dəyişiklik var. Ətraflı şəkildə məlumat verəcəm. Pensiyalar nə qədər artacaq və pensiyalar artımlarla birlikdə hansı tarixdə köçürüləcək? Tarix də bəlli olub. Pensiyaların köçürülmə tarixi. Ətraflı şəkildə məlumat verəcəm. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə bu tür videolar paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Azərbaycanda əmək pensiyalarının artımı ilə bağlı pensiya artımı faizi dəqiqləşib. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata əsasən Azərbaycanda pensiya artımı 9,3% ilə hesablanacaq və indeksləşdirilərək artırılacaq. Bu günə qədər isə pensiya artımı 9,2% miqdarında məlumat verilmişdi və tam dəqiq deyildi bu məlumat, ancaq bu gün Sosial Müdafiə Fondunun verdiyi açıqlamada məlumat dəqiqləşdi. Artıq bu gündən etibarən pensiyalar 9,3%-ə indeksləşdiriləcək. Pensiyalar isə qeyd edim ki, hörmətli izləyicilər, 13 fevral tarixində köçürüləcək. Köçürmələrə Bakı və Sumqayıt şəhərləri üzrə başlanılacaq və 13 fevralda köçürmələrə başlanılacaq. Rayonlar üzrə isə pensiyalar bir neçə gün ərzində köçürüləcək. 16-sına qədər köçürmələr davam edəcək və ilk olaraq Bakı və Sumqayıt şəhərləri üzrə əmək pensiyalarının köçürülməsinə başlanılacaq. Pensiya artım faizi isə 9,3%, hörmətli izləyicilər. Qeyd edim ki, pensiyalar yanvar ayından hesablanaraq artırılacaq. Yəni artımlar həm yanvar ayına, həm də fevral ayına şamil olunacaq və fevral ayında, yəni ayın 13-də həm yanvar ayının artımını, həm də fevral ayının artımını hər iki ayı bir yerdə ala biləcəksiniz. 9,3% ilə pensiyalar indeksləşdirilərək artırılacaq. Bu da o deməkdir ki, 2025-ci il üzrə orta aylıq əmək haqqındakı artım faizi 9,3 olub və bu ilki pensiya artımına təsir edib. Hörmətli izləyicilər, sizlər üçün cədvəllər də paylaşmışdıq. Cədvəllərimizdə heç bir dəyişiklik yoxdur. Əmək pensiyalarının artım faizini sizlər üçün paylaşırıq. 320 manat minimum əmək pensiyasında 30 manatlıq artım olacaq. 367 manat əmək pensiyası 400 manat artacaq. Daha doğrusu 400 manata çatdırılacaq. 33 manat artımdan sonra digər cədvəllər də sizlər üçün təqdim edirik, hörmətli izləyicilər. 372 manat əmək pensiyası 34 manat artırılacaq və 406 manata çatdırılacaq və digər pensiyaları da sizlər üçün təqdim edirik. 461 manat əmək pensiyası 42 manat artırılaraq 503 manata çatdırılacaq. Təbii ki, siyahı çox olduğu üçün hamısını oxuya bilmirəm. Növbəti cədvəlimizə keçid edirik. Qısa şəkildə cədvəlləri sizlərə göstərəcəm. Cədvəllərimiz də budur, hörmətli izləyicilər. Pensiya artımı və pensiyalar 13 fevral tarixində köçürüləcək, hörmətli izləyicilər. Köçürmələrə fevralın 13-də başlanılacaq. Digər cədvəlimiz ekrana gəlir. 552 manat əmək pensiyası 50 manat miqdarında artırılacaq. 636 manat əmək pensiyası isə 58 manat miqdarında artırılaraq 694 manata çatdırılacaq. Digər bir cədvəlimiz ekrana gəlir, hörmətli izləyicilər. 648 manat əmək pensiyası 59 manat artırılacaq. 731 manat əmək pensiyası 67 manat artırılacaq. 798 manata çatdırılacaq. Digər bir pensiya cədvəlimiz ekrana gəlir, hörmətli izləyicilər. Qeyd edim ki, bir daha əmək pensiyaları həm yanvar ayının artımı, həm də fevral ayının artımı hər iki ayı bir yerdə alacaqsınız. Fevral ayının 13-də. Hörmətli izləyicilər, videomuzun sonuna gəldik. Sizlərlə əmək pensiyalarının artımındakı son məlumatları paylaşdım. Əmək pensiyalarının artımını sizlər üçün bir daha təqdim etdim. Əmək pensiyalarındakı artım faizi bundan əvvəlki videolarda paylaşmışdım. 9,2%-ə qədər məlumat verilmişdi bu haqda, ancaq bugün verilən açıqlamada həmin faiz dərəcəsinin minimal dərəcədə, yəni az da olsa artırıldığını gördük və 9,3% ilə pensiyalar indeksləşdiriləcək və artırılacaq. Bu haqda da sizlərə məlumat verdim və cədvəlləri təqdim etdim. Yenə də bu barədə məlumatlarımız olacaq, hörmətli izləyicilər. Videolarımızı qaçırmamaq üçün bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.